Ümumiyyətlə, statistikanı getirəndə daha çox intihar kişilər eləyir. Qadınlar ola bilər ki, daha çox danışır intihardan, amma dünyada ümumiyyətlə belə qəbul olunub ki, kişilər daha çox intihar edir. Amma bu günlər Azərbaycanda bir balaca fərqli bir situasiya yaranıb və görürsünüz ki, qadınlar intihar eləyir, uşaqlar intihar eləyir. Bu ümumiyyətlə heç bir, belə deyək də, statistik məlumatlara da belə sığmır. Çünki belə o risk qrupu var intihar edən insanların. Məsələn, bu 40-dan yuxarı insanlar olmalıdır. Əgər intihar edənlərin müəyyən standartları var. Sağalmayan xəstəliyə tutulan insanlardır, narkomanlardır, alkoqoliklardır, tənha insanlar. Amma bu günləri bizdə çox fərqli bir situasiya yaranıb. Bunu da mən daha çox bağlayıram sosial strukturların, belə deyək də, sosial xidmətlərin zəifliyi ilə bağlayıram, profilaktikanın olmaması ilə bağlayıram. Sovet vaxtı, məsələn, profilaktik tədbirləri görülürdü. Sovet strukturunda bu sahə müvəkkili deyirlər, sonra mənzil istismar sahələri müdaxilə edə bilirdi. Məsələn, ailədə hansısa bir situasiya baş verir, məsələn, görürüz ki, ata içki qəbul eləyir, içki düşkündür, işləmir, ailəsini incidir. Görürsünüz ki, müdaxilə edirdilər. Amma bugünkü gündə əfsuslar olsun ki, belə bir müdaxilə yoxdur. Qabaqları həyət evləri idi daha çox və insanlar bir-birindən daha çox ünsiyyətdə olurdu. Kimdəsə nəsə problem olanda, görürüz ki, bütün qonşular yığışırdı, kömək eləyirdi, kim məsləhətlə, kim necə. Amma bu günləri bu hündür binalar tikilib, hərəsi öz evinə qapanıb, ünsiyyət demək olar ki, yoxdur və belə. Və təbəqələşmə gedir. Burada da çox ciddi problemlər var. Bu günləri bizim valideynlər, belə deyək də, Azərbaycan valideynləri əsasən uşağın maddi durumu yaxşı olsun deyə, belə deyək də, müəyyən tədbirlər görürlər. Əsasən bizdən nəzərə alınır insanın maddiyyat tərəfi, amma insanın qəlbi nəzərə alınmır. Görürsünüz ki, qız hansısa bir oğlanı istəyir. Nə ola bilər ki, ona uyğun deyil, ola bilər ki, indi hansısa problemli bir ailədir, valideyn də istəmir. Amma görürsünüz ki, valideyn birbaşa sərt qadağalar qoyur, ümumiyyətlə. Görürsünüz ki, valideyn təzyiq göstərir öz övladına. Və bunun nəticəsində görürsünüz ki, müəyyən bir hissləri, affekt vəziyyət ola bilər ki, uşaq, qız keçirsin, intihar etsin. Həkimlər daha çox, belə deyək də, anatomiya yaxşı bildiyinə görə görürsünüz ki, mən demək, çəkmək istəmirəm, öz peşəsinə uyğun görürsünüz ki, hansısa bir intihar növünü seçir. Amma məsələn, primitiv insanlar görürsünüz ki, qabaqları qədimdə qadınlar özlərini yandırırdılar. Ona görə ki, işıq yox idi, qabaq nöt lampaları var idi də, belə deyək də. Ən belə əlçatan o idi, özünü üzərinə töküb yandırırdı, çox ağırlı bir ölümdür. Bu, qısa müddətli bir emosiyadır, insana gəlir və insan o zaman gözünü idarə etməyə bilər. Məsələn, var, depressiya nəticəsində daha çox intiharlar olur. Depressiyalar müxtəlif olur. Biri var, məsələn, bipolar, biri var monopolar depressiya. Amma bu ajitirvənə, təşvişli depressiya biz ona deyirik. O təşviş depressiyasına insan düşəndə o zaman görürüz ki, iştahası olmur, gücü belə olmur və o zaman onun üçün hər şey qaranlıq olur o insan üçün həyatda. Və ona elə gəlir ki, o heç bir zaman bu vəziyyətdən çıxmayacaq. Və görürsünüz ki, onun nəticəsində hansısa bir belə cəhd göstərir intihara. İntiharlar da, məsələn, bu təcrübədən də asılıdır da, məsələn, peşədən də asılıdır ki, insan hansı formada